Baxın, bu kəlamda deyir insanları pis yola çəkən şeylər üçün vay bu dünyanın halına. Düzdür, belə şeylərin gəlməsi qarşı alınmazdır. Amma vay o adamın halına ki, bunlar onun vasitəsilə gəlir. Baxın, orada bir yerdə Rəbb deyir ki, Rəbb Peterdən soruşur ki, sən məni kim sayırsan? İnsanlar mənim haqqımda nə deyir? Məni kim olaraq görürlər? Və sonra Peterdən soruşur ki, sən məni kim olaraq qəbul eləyirsən? Və Peter ona deyir ki, sən diri Rəbbin var olan oğlusan. Və Məsih ona deyir ki, sən bəxtiyarsan Peter. Çünki bunu sənə mənim göydə olan atam açdı. Və səni daş adlandırıram və o daşın üzərində mən məbəd tikəcəm. Və o məbədi iblis belə məhv edə bilməz. Amma bir başqa yerdə, harda İsa Məsih öz həvarilərinə danışır ki, mən çarmıxa çəkilməliyəm, mən ölməliyəm, mən istirab çəkməliyəm və 3 gündən sonra mən diriləcəm. Və orada da Peter Rəbbə yaxınlaşıb deyir ki, ya Rəbb, bəlkə sən bu istirabı çəkməyəsən, bəlkə sən bu yolu seçməyəsən, bu yolla getməyəsən. Və orada isə Məsih ona deyir, iblis, çəkil məndən, mənim büdrəyəcək daşım olma. Və həqiqətən də seçimi biz eləyirik. Rəbb heç vaxt bizim iradəmizi bizim əlimizdən ala bilməz. Bizim o qədər güclü iradəyə malikik ki, biz seçim eləyirik. Rəbbə mi qulluq eləyəcəyik, yoxsa iblisə mi qulluq eləyəcəyik? Və görün, bir yerdə Rəbb deyir ki, Petrə, sən daşsan və o daşın üzərində mən məbədimi quracam. Başqa bir yerdə deyir ki, sən büdrəmə daşı olma ki, mən o daşın üzərində büdrüyə bilim. Və iki sözdə Petrə deyilir. Və Peter hansını seçdi? Peter büdrəmə daşı olmağı deyil. Peter məbəd tikiləcək daş olmağı seçdi. Və onun üzərində məbəd tikildi. Və hal-hazırda da əsrlər keçib və biz o daşın üzərinə qoyulan daşlarıq və tikilən məbədik. Biz də seçim eləyə bilərik. Biz kimik? Məbəd tikiləcək daşıq və yaxud da kimsə üçün büdrəmə daşıyıq. Görün, Rəbb nə deyir? Deyir ki, pis şeylərin gəlməsi qarşı alınmazdır. Çünki biz bilirik ki, dünya günü-gündən pisliyə vadar olur. Necə deyək, pislikdə batır və batdıqca da batır. Amma sən o adamsanmı? Sənin vasitənlə o pislik dünyaya gəlsin. Və yaxud da sən o adamsan ki, sən o pisliyə yox deyərək üzərində istirablı olsa belə, amma üzərində məbəd tikiləcək bir daşsanmı? Baxın, bu bizim seçimimizdir. Bunu biz seçirik. Dua eləyirəm ki, qoy heç birimiz, həqiqətdə heç birimiz büdrəmə daşı olmayaq. Qoy hər birimiz məbədi tikəcək bir daşlar olaq. Və heç vaxt imkan verməyək ki, bizim vasitəmizlə bu pislik nə bizim bacı qardaşlarımıza, nə bizim ətrafımıza, nə bizim məbədimizə gətirə biləcək bir insanlar olaq. Pisliyə şərik də olmayaq. Bəzən biz kiminsə xətrinə dəyməməkdən ötəri insanların pisliyinə şərik oluruq. İnsanın böhtanına şərik oluruq. İnsanın elədiyi günahına şərik oluruq. Və onun günahına şərik olaraq bu dünyaya, bu
bilirsiniz, vasitəçi oluruq ki, bizim vasitəmizlə bu pislik kiməsə dəysin, bu ziyan kiməsə dəysin, bu daş kiməsə dəysin. Qoy biz o insanlardan olmayaq. Qoy Rəbb bizə müdriklik versin və biz hə, yox, yox deyə bilək. Biz pisliyi qavrayaraq o pisliyə doğru getməyək. Böhtana şərik olmayaq. Qoy Rəbb bizə o cəsarəti versin. Bəzən bu bizim yaxınlarımız olur. Bəzən bu bizim əzizlərimiz olur. Deyir ki, məsələn, bir misalda tutalım, mənə kimsə bir pislik eləyir və mən gedirəm, bunu anama danışıram ki, anam da yəni ki, mənə şərik olsun və biz bir yerdə mənə pislik eləyənə cavab verək. Demirəm gedək, məsələn, ona, yəni ki, ziyan vuraq, amma oturaq qarğış eləyək. Ona ölüm arzulayaq. Bu da biz bilirik ki, günahdır və bu da şərik olmaqdır. Mənim, məsələn, anam, mən onun evladıyam deyənə və mənə kimsə pislik eləyib deyənə, anam da elə bil ki, mənim tərəfimi tutaraq başlayır özgəsinə pis sözlər yağdırmağa, məsələn, pis şeylər eləməyə və yaxud da kimsə qeybət eləyir və sən oturub ona qulaq asırsansa, deməli, sən onun qeybətinə şəriksən və sən artıq o kimdən qeybət eləyirsə, sən artıq ona qarşı günah eləmiş olursan. Çünki sən oturub o qeybət eləyənə qulaq asırsan. Onun dediyinə hə deyirsən. Çünki sən ona qarşı dura bilmirsən. Və yaxud da sən elə bil ki, o yerdən durub gedə bilmirsən. Baxın, bu da düzgün bir şey deyil. Bu da sənin vasitənlə bu dünyaya pisliyin gəlməsi deməkdir. Pislik bir o deyil ki, sən kimdənsə oğrayasan, kiminsə qeybətinə qulaq asasan, kiminsə dediqodusuna şərik olasan. Pislik bəzən insanların önündə Rəbbi müdafiə eləməməkdə olur. Həqiqəti deməməkdə. O demək ki, pisliyə şərik olmaq da deməkdir.